Hamıya salam. Gəlin etiraf edək, hər birimiz insanlarla daha asan dil tapmaq, onlara təsir göstərmək istəyirik. Bu, bəzən həyatın ən mürəkkəb məsələsi kimi görünə bilər, elə deyilmi? Bəs sizə desəm ki, bu sənətin əslində sübut olunmuş, işləyən bir düsturu var. Gəlin, birlikdə Dale Carnegie'nin heç vaxt dəyərini itirməyən möhtəşəm qaydalarını kəşf edək. Baxın bu rəqəmə. 85%. Sizcə bu nəyi ifadə edir? Peşəkar həyatda uğur qazanmaq üçün ən vacib bacarıq nə ola bilər? Bir anlıq fikirləşək, texniki biliklər, təcrübə, yoxsa başqa bir şey? Cavab heyrətamizdir. Araşdırmalar göstərir ki, maliyyə uğurumuzun cəmi 15%-i texniki biliklərimizdən asılıdır. Bəs yerdə qalan o böyük 85%lik hissə, o tamamilə bizim insanlarla ünsiyyət qurma, onları anlama və onlarla dil tapma bacarığımızdan, yəni Carnegie'nin dili ilə desək, insan mühəndisliyindən gəlir. Bu, mövzunun nə qədər həyati olduğunu göstərir, elə deyilmi? Təsəvvür edin, hətta tarixin ən varlı adamlarından biri olan John D. Rockefeller deyirdi ki, insanlarla rəftar etmək bacarığına hər şeydən daha çox pul verərdi. Yəni bu, sadəcə nəzakətli olmaq deyil, bu sözün əsl mənasında bir sərvətdir. Yaxşı, bəs bu sərvətə necə sahib olmaq olar? Dale Carnegie'nin kitabı məhz bunun üçündür. Bu, quru nəzəriyyələrdən ibarət bir kitab deyil, əksinə real həyatdan, minlərlə insanın təcrübəsindən süzülüb gələn praktik bir bələdçidir. Bilirsiniz, bu prinsiplər bir gecədə yaranmayıb. Hər şey balaca bir poçt kartının üzərindəki bir neçə qayda ilə başlayıb. Sonra isə tam 15 il boyunca minlərlə insanın iştirak etdiyi nəhəng bir həyat laboratoriyasında sınaqdan keçirilib, təkmilləşdirilib və nəhayət bugün bildiyimiz kitaba çevrilib. Bu, onların effektivliyinin ən canlı sübutudur. Elə isə, gəlin bu 15 illik təcrübənin ilk və ən təməl dərslərinə baxaq. İnsanlarla rəftarın 3 qızıl qaydası. Hər şey məhz buradan, bu bünövrədən başlayır. Birinci və bəlkə də ən çətini budur. Tənqid etmə, qınama və şikayətlənmə. Niyə? Çox sadə bir səbəbə görə. Tənqid tamamilə faydasızdır. Bir insanı tənqid etdiyiniz an, o dərhal öz ətrafında müdafiə divarları hörür, qüruru zədələnir və sizə qarşı sadəcə inciklik hissi bəsləməyə başlayır. İndi sizə inanılmaz bir şey deyim. Bu sözləri bir polis qatili, dövrünün ən qəddar cinayətkarlarından olan iki silah Crowley deyib. O, özünü qətiyyən günahkar saymırdı, özünə haqq qazandırırdı. İndi bir düşünək, əgər ən amansız canilər belə özlərini tənqid etmirsə, bizim gündəlik həyatda tənqid etdiyimiz adi insanlar necə reaksiya verər? Tənqid etmiriksə, bəs nə edirik? Təqdir edirik. Amma burada çox incə bir məqam var. Səmimi, ürəkdən gələn təqdirlə, ağıllı insanların dərhal sezib rədd etdiyi ucuz yaltaqlıq arasında dağlar qədər fərq var. Biri ürəkdən gəlir, digəri isə sadəcə dildən. Beləliklə, gəlin təməli ümumiləşdirək. Birincisi, tənqiddən, qınamaqdan uzaq durun. İkincisi, səmimi və dürüst təqdir göstərin. Üçüncüsü isə, qarşınızdakı insanda bir şeyi etmək üçün güclü bir istək oyadın. Bu 3 qayda bütün insan münasibətlərinin əsl bünövrəsidir. Yaxşı, bu, möhkəm təməli qurduqdan sonra gəlin növbəti mərtəbəyə qalxaq. İnsanların bizi həqiqətən bəyənməsi, bizə müttəfiq olması üçün 6 sadə, amma çox güclü yola baxaq. İndi sizə bir sualım var. Bir anlıq düşünün. Azərbaycan, İngilis, İspan, fərqi yoxdur. İstənilən dildə bir insan üçün eşidə biləcəyi ən şirin, ən xoş səs hansıdır? Bəli, düz tapdınız. Bir insanın öz adı. Birinin adını xatırlamaq və onu adıyla çağırmaq ona edilən ən zərif, ən səmimi komplimentlərdən biridir. Bu, həmin insana sən mənim üçün dəyərlisən deməyin ən sadə yoludur. Digər 5 qayda isə bunlardır. İnsanlarla səmimi şəkildə maraqlanın, gülümsəyin, adlarını xatırlayın, əla dinləyici olun, onların maraq dairəsindən danışın və ən əsası, onlara özlərini vacib hiss etdirin və bunu səmimi edin. Bu qaydaların heç biri çətin deyil, amma hər biri münasibətlərdə möcüzələr yaradır. Artıq insanlar bizi bəyənir, bizimlə ünsiyyətdən zövq alır. İndi növbəti daha maraqlı bir mərhələ gəlir. Onların fikirlərinə, mübahisə və ya gərginlik yaratmadan necə təsir edə bilərik? Bu, əsli zərif inandırma sənətidir. Carnegie'nin bu barədəki fikri əvvəlcə biraz radikal görünə bilər. O deyir ki, bir mübahisədə qalib gəlməyin yeganə yolu o mübahisədən tamamilə yayınmaqdır. Niyə?
Çünki mübahisədə heç vaxt həqiqi qalib olmur. Uçsanız, uduzursunuz. Uçsanız belə, qarşı tərəfin hörmətini və xoş münasibətini itirirsiniz. Yəni, yenə də uduzursunuz. Abraham Lincoln'in bu məşhur sözü hər şeyi mükəmməl izah edir. İstənilən ünsiyyətə dostcasına başlamaq, xoş niyyət göstərmək ən inadkar insanları belə yumşalda bilər. Aqressiya və mübahisə isə əksinə qapıları üzümüzə bağlayır. Deməli, inandırmağın əsas taktikaları bunlardır. Mübahisədən qaçın, başqasına fikrinə hörmətlə yanaşın, səhvsinizsə dərhal və səmimi şəkildə etiraf edin və söhbətə həmişə dostyanə başlayın. Bu yollarla insanları öz tərəfinizə çəkmək daha asan olacaq. Başqalarını inandırmaq bacarığı isə təbii olaraq bizi birbaşa liderlik mövzusuna gətirib çıxarır. Yaxşı, bəs əsl lider kimdir? Əsl lider insanları incitmədən, onların qürurunu sındırmadan onları necə dəyişdirə və inkişaf etdirə bilər? Baxın, bu hekayə möhtəşəmdir. Dəmir polad mağnatı Charles Schwab siqaret çəkməyin qadağan olduğu yerdə fəhlələrini görür. Onları danlamaq əvəzinə hər birinə bahalı bir siqar verir və deyir, uşaqlar, zəhmət olmasa bunları çöldə çəkin. Bu, səhvlərə dolaylı yolla diqqət çəkməyin ən gözəl nümunəsidir. O fəhlələri utandırmadı, əksinə onlara dəyər verdiyini göstərdi. Eynilə, birbaşa get, bunu elə demək əvəzinə, sual vermək. Bəlkə bunu belə etsək necə olar? Və ya sizcə bu üsul işə yarayarmı? Qarşı tərəfin qürurunu qoruyur, onu düşünməyə və prosesin bir hissəsi olmağa təşviq edir. Liderlik texnikalarını qısaca xülasə etsək, həmişə təriflə başlayın. Səhvlərə birbaşa yox, dolaylı yolla toxunun. Tənqid etməzdən əvvəl öz səhvlərinizdən danışın və insanlara əmr vermək yerinə suallar verin. Bu yollar insanları ruhdan salmadan onları daha yaxşı olmağa həvəsləndirir. Və bütün bu danışdıqlarımız bizi Herbert Spencer'in bu dahi sözünə gətirib çıxarır. Əsas məqsəd bilmək deyil, bildiyini tətbiq etməkdir. Carnegie'nin kitabı da məhz belədir. O, oxuyub rəfə qoymaq üçün deyil, o bir hərəkət kitabıdır. Elə isə bütün bu biliklərin işığında gəlin özümüzə bir sual verək və bu sualla yekunlaşdıraq, sabahki ilk söhbətinizdə, ilk ünsiyyətinizdə bu prinsiplərdən hansı birini sınayacaqsınız? Bəlkə kimisə səmimi təqdir edəcəksiniz, bəlkə tənqid etmək istəyəndə susacaqsınız. Seçim sizindir. Unutmayın, əsl dəyişiklik bilməklə yox, məhz etməklə başlayır.